Herkese salam. Bugün əməkdaşlarımızdan onların Arazda ən çox sevdiyi imtiyazları soruşacağıq. Gəlin getdik. Mənim ən çox sevdiyim imtiyaz nəqliyyatla təmin olunmadır. Aydar xanım, salam. Salam. Sizin Arazda ən çox sevdiyiniz imtiyaz hansıdır? Mənim Arazda ən çox sevdiyim imtiyaz Araz Akademiyasının mağaza idarəçilik proqramıdır. Hansı ki, o imtiyaz sayəsində mən diplom almışam və Arazda baş kassirlikdən baş satçı vəzifəsinə yüksəlmişəm. Bu imtiyaz vasitəsilə biz Arazın ofisində də çalışa bilərik. Ona görə də ən çox sevdiyim budur. Çox imtiyazlarımız var, ancaq ki, mənim ən çox sevdiyim imtiyaz, yəni narla təmin edilmədir. Arazda ən çox sevdiyiniz imtiyaz? Yəqin ki, tibbi dəstək ilə bağlı imtiyaz olar. Çünki bu yaxınlarda klinikaların birində oldum. Orada Arazın əməkdaşı olduğum üçün mənə böyük endirimlər etdilər. Ödənişsiz təlim imtiyazıdır. Çünki mən insan resursları üzrə biznes tərəfdaşam və müsahibələr zamanı bu mənim üçün çox faydalı olur. Arazın ən çox sevdiyiniz imtiyaz? Peşəkar inkişafla bağlı imtiyazlardır. Bu yaxınlarda TOLAS imtahanında iştirak etdim və hüquq üzrə beynəlxalq sertifikat əldə etdim. Ödəniş şirkət tərəfindən qarşılandı.